ünvana özünü təqdim et və başla. Hər vaxtınız xeyir olsun xanımlar. İlk öncə yeni gələnlər olar aramızda. Mən özümü təqdim edim. Mən Hacıvan Aycənin artıq 3 il yarımdır ki, bu biznesdə fəaliyyət göstərirəm. Bu biznes sayəsində həyatını dəyişən xanımlardan da biriyəm. Eyni zamanda bu işdən yanaşı özüm Mamalıq İş Fakültəsindən məzunuyam. Akşerik olaraq 2 il tibb bacısı olaraq da çalışmışam. Artıq bu biznesin imkanları sayəsində tanış olduqdan sonra işimi home life üzərindən, daha doğrusu biznes üzərindən daha çox inkişaf etdirməyə çalışıram və bunun üzərindən bir biznes xanımı olaraq demək olar ki, bir çox hədəfimi, arzularımı reallaşdırmışam və daha çox da reallaşdırmaq üçün davam edirəm ki, daha nələr edə bilərik. Əsasən biznes, uğur qazana bilərik, biznesdə pul da qazana bilərik, ətraf da qazana bilərik, amma bundan davamlı olması üçün bizim ilk olaraq etdiyimiz davamiyyətdir və yeniliklərə açıq olmalıyıq. Çünki texnologiya dövründəyik və biz hər bir şeylə tanış olmalıyıq, hər bir şeyin məlumatını yeni şəkildə bilməliyik. Mən bunu bilmirəm, bacarmıram, mən bundan anlayışım yoxdur deyib geri çəkilmək əvəzinə biz onu öyrənmək üzərinə onun üstünə getməliyik. İstənilən bir şeydə biz onu öyrənmək istəyiriksə, mütləq onun üzərinə gedərək istədiyimiz nəticəni artıqlamasını əldə edə bilərik. Bu sözsüzdür. Bir xanımın istəyir də bacara bilməyəcəyi heç bir şey yoxdur. Onları bildiyimiz üzərindən gəlin başlayaq ki, əsasən biz sosial şəbəkələr dedikdə nə nəzərdə tuturuq və bu necə inkişaf etdirə bilərik, necə bunun üzərindən irəliləyə bilərik, istədiyimiz nəticəni əldə edə bilərik. Bilirsiniz ki, günümüzdə hal-hazırda ən aktual sosial şəbəkələrdən ən çox aktual olan Instagramla TikTokdur hal-hazırda. Amma digər sosial şəbəkələr də var ki, bizim bunlar haqqında geniş məlumatımız yoxdur. Və yaxud da biz elə bilirik ki, ancaq bunları üzümüzü göstərərək başlamalıyıq, üzümüz üzərində çəkməliyik. Xeyr, baxın, sadəcə səsimizi istifadə edərək ekran arxasından belə biz çox gözəl şəkildə həmin informasiyanı qarşı tərəfə ötürə bilərik və həmin informasiya sayəsində də çox gözəl kütləni toplamış olaraq. Əslində, sosial şəbəkələrdən dəvətlər dedikdə, sosial şəbəkələrdə özümüzü tanıtmaq, özümüzü brendləşdirmək deyəndə bizim məqsədimiz həmin sosial şəbəkələrdə bizim məhsullarımızın reklam deyil də, sırf bizim tanıtımımızdır. Hansı ki, insan nə vaxt tanıyır? Müəyyən müddət keçdikdən sonra, o onu görməsə belə, onun videolarını izlədikcə, onun səsini duyduqca, onun əsasən paylaşımlarını baxdıqca bir insanı tanımaq olur. Bir çoxunuz hansı bir blogerlərin həyatına baxaraq da bunu təsdiqləyə bilərsiniz ki, yəqin ki, ən azı bir blogeri baxırsınız, bəyənirsiniz, videolarını izləyirsiniz və yavaş-yavaş artıq onun ailə həyatı bilirsiniz, ailə tərzini bilirsiniz. Belə-belə ümumi olaraq sevdiyi vərdişləri, sevmədiklərini öyrənmiş olursunuz. Yəni, əslində bunlar boş, lazımsız məlumatlar olur, amma biz bunu beynimizin bir küncünə qoyuruq. Çünki bu bizə lazımsız olsa belə maraqlı gəlir, günümüzə keçirdirik. Eyni formatda da biz sosial şəbəkələri niyə görə onlar kimi inkişaf etdirməyik? Hə? Bunun üzərindən pul qazanmış olacaqsınız. Yəni, network ayrı, sosial şəbəkələrinizi gözəl şəkildə irələtərsiniz, sosial şəbəkələr üzərindən də pul ayrı qazanmış olacaqsınız. Bu öz yerində. Buna yanaşı olaraq, pul qazanmaq baxımından deyil də, sırf network baxımından baxırıqsa, nə gözəl. Biz burada məhsulların təqdimatını etmirik. Məhsulların təqdimatını edəndə biz əsasən sıxıcı olur. Hansı məhsul? Məsələn, tutaq ki, qarşınıza çıxar da çox reklamlar. Məsələn, Faberlikindir, Arfilemindir, Sibirindir. Bu tip bütün şirkətlərin, yəni və s. bütün şirkətlərin reklamları olan səhifələr çıxanda nə edirik? Hamımız avtomatik olaraq keçirik ki, bu nə deyək? Çünki tərkibini bilmirik, mənşəyini bilmirik. O nə qədər tərifləsə belə biz onu algılamırıq, anlamırıq da və anlamaq da istəmirik. Amma burada isə biz sosiallarımızı düzgün şəkildə necə düzənləyə bilərik və necə insanların diqqətini cəlb etməliyik, onun üzərindən gəlin danışaq. Baxın, artıq bir neçə aydır, hansı ki, avqustdan başlayaraq Instagram üzərindən, Instagram eyni zamanda TikTok iki şəbəkə üzərindən də özümü inkişaf etdirirəm və Instagram üzərindən artıq 600-ə yaxın takipçim var. Bunlar hər biri real, xanımlardan ibarət olan takipçilərdir və bunlar üzərindən mən nə edirəm? Baxın, bugünkü gündə belə mənim Instagramdan artıq yeni dəvətlərim, eyni zamanda da ki, home life məhsullarını istifadə edən istifadəçilərim var. Və bunların heç birinə gəlin, xanımlar, bunu alın, onu edin və ya da məhsulları, ay xanımlar, mən bunu işlədirəm, yox. Sadəcə evimin tələbatını edirəm, gündəlik olaraq yeməyimi pişirirəm, evimi yığışdırıram və buna yanaşı mən məhsullarımı da araya salıram. Bir həftədə 2 dəfə mi deyim, 3 dəfə mi deyim, sadəcə onları insanların gözünə mən bunu edirəm deyərək insanları vurğulamaq əvəzinə mən bunları edəndə necə ki, hansı bir marketə gedəndə, alış-veriş edəndə onu paylaşıram. Eyni formatda da ki, stəkanlarım tutaq ki, qaraldı, baxın, Oxpoverə qoyum, indi bu açılsın. Görürəm ki, baxın, avtomatik olaraq xanımlar yazırlar. Dünənləri elə isti bir zakasım oldu, belə deyək, çox uzağa getməyək. Xanım, hansı ki, qızım körpədir və pasiyanı bu bağçadan gəldi. Üstü ləkələr olur. Ruçka ləkəsi, flamaster ləkəsi, qələm ləkəsi, yəni hər cür ləkə, yemək ləkəsi və onun üçün heç bir əlavə güc tətbiq etmədən sadəcə ləkə çıxaracağım. Püskürdürəm paltarların üstünə, atıram paltarları və bunda eyni proses olaraq
gündəlik vloqlarımı bölüşdüyüm üçün, gündəlik həyat tərzindən vloqlar bölüşdüyüm üçün atıram onları da. Oradan bir xanım zəng elədi ki, mənə bəs zəhmət olmasa mənim üçün bir dənə ləkə çıxarıcı gətir. Çox görürəm, çox bəyəndim. Artıq neçənci dəfədir o paylaşımları edirəm. Amma qətiyyən vurğulamıram ki, gəlin siz də alın falan yox. Sadəcə mən paylaşıram ki, qızlar baxın, bu cürə gözəl şəkildə çıxartdı ləkəni, çox bəyənirəm, çox superdir bu. Maksimum dərəcədə düşünürəm ki, hər bir xanımın evində olmalıdır. Yəni bu mesajları xırda-xırda ötürməliyik qarşı tərəf ki, qoy insanlar bilsinlər ki, yəni bu məhsulu əldə edə bilərlər hər kəs. Və bunun üzərindən keçirəm TikTokda da eyni şəkildə. Demək olar ki, Instagram TikToka bərabər paralel şəkildə aparıram. Orada nə paylaşıramsa bunda eyni formatda. Amma TikTokda fərqi nədir? Instagramda düzdür, canlı yayım açanda çox kütlənin qarşısına çıxmırıq. Instagram o dərəcədə də çox kütlənin qarşısına çıxartmır. Instagramın alqoritmi tamam fərqlidir. TikTokun alqoritmi tamam fərqlidir. TikTokda isə əsasən nədir? TikTok sakitçiliyi sevmir. TikTok əsasən daha çox səsli, küylü, insanlarla daha çox biraz maraqlı, pozitiv tərəflərini sevir. Yəni biz bütün gün boş-boşuna danışaq, onun heç bir xeyri yoxdur. Faydalı danışsaq belə onun xeyri yoxdur. Biz amma daha çox əyləncəli tipli bir şeylər danışdıqda çox gözəl şəkildə səhifəmiz kəşfiyyata düşür və onun üzərindən gözəl şəkildə də canlı yayımıza baxışlar olur. Canlı yayım sayəsində belə takiplərimizi artırmış oluruq. Əlavə zakazlarımızı və yaxud da ki, komandamıza qeydiyyat olmaq istəyənləri. Hansı ki, artıq bir həftədir TikTok üzərindən səhifəmi irəlilədirəm, yəni gündəlik olaraq canlı yayımlar açıram. Hər səhər açıram. Əsasən canlı yayım saatları sizin kəşfiyyata uyğun olur hər kəsdə. Amma mənim kəşfiyyətimə uyğun olaraq hansı saatlardır? Səhər saat 9-10-un yarısına qədər olan saatlar və axşam saatları. Əgər istəyərsə, bacararsa gündə 2 dəfə açmağınız nə gözəl, amma bacarmazsınızsa ən salda belə bir dəfə açıb gözəl şəkildə əldə edə bilərsiniz nəticəni. Gündəlik olaraq baxın 1 saat canlı yayımda oluram, 1 saat yarım olur, elə vaxt olur. Və həmin 1 saat yarımda elə vaxt o 8-9 nəfər izləyicim olur, elə vaxt olur ki, həmin saatda 3-4 nəfər. Amma 3-4 nəfər deyib qətiyyən həvəsdən düşməyin. Çünki hər 3-4 nəfər müəyyən suallarını verirlər, müəyyən qədər məhsulların şəkillərini çəkirlər və ondan sonra dəyişir 3-4 nəfər və belə 1 saat yarımın içərisində 15-20 nəfər dəyişmiş olur. 15-20 nəfər sizin real şəkildə səhifənizi izləyib, məhsullarınızla tanış olub, sizi dinləyirlər və bunun üzərinə ən azı 1 nəfər, 2 nəfər belə oradan avtomatik həmin gün üçün geri dönüş edir. Hansı ki, canlı yayım üzərindən belə həm satışım olur, həm də buna yanaşı xanımlara tövsiyə edirəm. Və xanımlar da əsasən maraqlı yumorist olaraq qeyd edirəm ki, əgər pul qazanmaq istəyən xanımlarınız varsa, gəlib qeydiyyatdan keçə bilərsiniz, 30-35% endirimlə götürə bilərsiniz. Yox, əgər mən məsələn o ev arasında deyək, dədə-baba dilində desək, yəni əl çörəyi yemək istəyirəm deyib, sadəcə məhsullardan yararlanmaq istəyirəm deyirsinizsə, buyurun o da məhsullardan yararlanın. Yəni pul qazanmaq da istəyə bilərsiniz, məhsullardan da yararlana bilərsiniz. Yəni hər tərəfdə insanlarda biraz maraq hissi oyadaraq başlayıram ki, o cürlə daha gözəl şəkildə də çox əla nəticələr əldə edirəm. Hansı ki, həmin anda artıq yumor hissinə qatan kimi canlı yayımın qalxdığını, xanımların daha çox diqqətini çəkdiyini, daha çox suallar verdiyini görmüş olacaqsınız özünüzsə. Daha sonra bununla bitirmir, xeyr, bununla da bitmir. Biz Lalufon üzərindən də gözəl şəkildə elanlarımızı yerləşdirə bilirik. Hansı ki, bir də istəsəz mən Lalufonu burada elə görüntülü şəkildə göstərim sizlərə. Bir dəqiqə. Baxın. Ekran paylaşım edim. Ekran görüntüm getdi. Bu ekran paylaşım necə? Bir dəqiqə. Baxın, burada profil görürsünüz ekranı. Liderim görsənir. Baxın, burada elanlar paylaşmışam. Bu elanımı mənim baxın 24428 nəfərin qarşısına çıxıb. 299 nəfər isə real şəkildə baxıb və maraqlanıb bu işinə. Bu vaxta kimi 299 nəfər buradan mənə geri dönüş edib. Və xanımlar, bunu məsələn bu cürə fərqli elan tipləri edə bilirsiniz. Xanımlar üçün şey elandır, ev xanımları, hamilə və yaxud da ki, uşağa baxan xanımlar belə qeyd edirəm. Və ya da ikinci olaraq baxın, marketoloq tələb olunur. 2494 dəfə izlənmə olub. Ondan sonra burada Home Life-lə əməkdaşlıqdır. Belə, sonra ən sonuncuda paylaşdığım, bundan da çox gözəl nəticələr alınır. 735, bunu tezəcə paylaşmışam. Haradasa, ay neçəsi? Bir 10 gün ya olar, ya olmaz. Baxın, belə paylaşmışam. 735 baxış olub, çox da gözəl şəkildə gündəlik olaraq ən azı bir nəfər, ən gecidə 2 gündən bir nəfər mənə oradan yazmış olur. Və bunları biz gözəl şəkildə dəyərləndirib, istədiyimiz nəticəni gözəl şəkildə əldə edə bilirik. Hətta baxın, bugün yazıblar. Salam bəli, aktualdır. Qeyd edirəm, avtomatik mesajdır. Nömrəmi qeyd edirəm ora və nömrəm sayəsində mənə avtomatik olaraq cavab yazırlar. Hansı ki, nömrəni niyə görə qeyd edirəm? Nömrəni onun üçün qeyd edirəm ki, qoy insanlar üçün
belə deyək də, həmin vaxt bir şey maraqlı olmaya bilər, dinləmək istəməyə bilərlər. Əsasən də yazışmanı istədiyimiz nəticəni əldə etməmiş olarıq. Amma gözüm ekran duraqladım belə. Həmin vaxt bizim istədiyimiz nəticəni əldə etməmiş olarıq. Amma onu kontaktda salarıqsa, o bizim paylaşmamızı istəyərsə, onun sayəsində belə əlavə olaraq bizim üçün avantajdır. Həm yeni bir insan tanıyacaq, həm də bunun sayəsində istə həmin xanım gəlməsə belə, onun sayəsində bir link paylaşdırıb, onun ətrafındakı insanları dəvət edə bilərik. Ola bilər ki, o istəməsin, ola bilər ki, o pul qazanma ehtiyacı olmasın, vaxtı olmasın, zamanı olmasın. Bunlar tamam normal hallardır. Network hər kəs üçün əlverişli. Yəni bir növ network həqiqətən də hər kəs üçün əlverişlidir, amma hər kəs network üçün deyil. Ona görə də bunu bir növ tam olaraq anlamalıyıq və onun üzərindən hər kəsə biraz daha çox empatiya qurmalıyıq. Amma bu cürə pul qazanmaq istəməyənlər mi deyim, ya daha çox zamanını xərcləmək istəməyənlər mi deyim, bəzən bizim xanımlar əslində pul qazanmaq istəyirlər. Mən düşünürəm ki, heç bir xanım pul qazanmaq istəmirəm sözünü deyə bilməz. Nəinki xanım, heç bir bəydir. Günümüzdə hər kəsin pul qazanmağa yüksək şəkildə ehtiyacı var. Amma baxır, pul qazanmaq üçün nə qədər əziyyət çəkirik və yaxud da ki, nə qədər problemlərlə dözmüş oluruq. Hər bir işin çətinliyi olduğu kimi bu işin mütləq çətinliyi var. Heç bir halal pul asan yoldan qazanılmaz. Yəni bunu bilirik. Və bizim də bir dənə yeganə çətinliyimiz etirazlarla üzləşməkdir və etirazlarla davam etməkdir, komandanı idarə etməkdir. Bu da olmasa, onsuz da bizim işimiz olmaz, belə deyil. Və biz halal yolla öz evimizdə çörək apardığımız üçün bunları düzgün şəkildə yönətməyi bacarmalıyıq. Düzgün şəkildə bundan işləməyi bacarmalıyıq ki, istədiyimiz nəticəni daha gözəl şəkildə əldə etmiş olaq. Və bunun üzərindən də təkcə bir də Instagrama da gözləyim, mən çevirim. Bir dəqiqə zəhmət olmasa Instagramda biraz göstərim sizlərə. Baxın. Birinci Instagramı açmalıyım, sonra ekran paylaşmalıyım ona görə. Baxın xanımlar, Özbəkistan səhifəsi açmışam, hansı ki Özbəkistan üzərindən də paylaşımlar edirəm. Və buradan da xanımlara yazıram. Link paylaşımı qoymuşam. Özüm haqqında biraz məlumat, iş haqqında məlumat. Adımı, soyadımı qeyd eləmişəm və gündəlik olaraq paylaşımlar edirəm ki, qoy xanımlar üçün faydalı, yararlı olsun. Bu səhifəni yeni açmışam deyinə. Belə çox paylaşımlar yoxdur, amma maksimum dərəcədə çoxaldıram. Sadəcə bilirsiniz ki, yeni səhifəni lap sürətli şəkildə də inkişaf etdirmək olmaz. Yəni gündəlik çox paylaşım olmaz. Çünki elə də spam olmuş oluruq. Və burada da baxın, home blog hər şeydən biraz influencer, yəni influencer olmaq irəliləyirəm. O baxımdan hansı ki məhsulları, home life əməkdaşı falan yazmamışam bura qətiyyən. Çünki insanlar onu görəndə avtomatik olaraq qaçırlar. Yəni istədiyimiz effekti əldə etmirik. Çünki şirkəti tanımırlar və tanımadan ön yargılı olurlar bir çoxları. Çünki digər şirkətlərdə uğursuzluq qazana bilərlər və yaxud da ki, elə home life növsündə qeydiyyatdan keçib də düzgün şəkildə işi anlamayıb və yaxud da ki, həmin zamanda ona uyğun olmadığı üçün işləyə bilmədiyindən ön yargılı ola bilirlər. Və biz istədiyimiz nəticəni əldə edə bilmərik. Və ondan sonra belə gündəlik olaraq, baxın, yemək videolardır, qab yumaqdır, mən ev işləridir, belə şeylər paylaşıram. Onun üzərindən də çox gözəl şəkildə səhifəni irəlidirəm. Yəni burada takib etmirəm deyəndə, daha doğrusu burada insanlara dəvət etmirəm, insanlar mənə yazır. Ekran paylaşımı var idi bayaqları, gördünüz yoxsa yox? İndi burada yoxdur, məndə dayandı. Liderim bir ən digərdə zəhmət olsa, bayaq ekranı görürdü hər kəs. Yox, liderim. Görsənmirdi? Xeyr. Mən də bayaqdan danışıram. Mən də biləm görsənir. İndi görünür. Görünür indi. Bəli. Bəli. Baxın, bu mənim e-bloglar səhifəmdir. Hansı ki, bunun üzərindən gündəlik olaraq baxın, belə sadə paylaşımlar edirəm. Qab yuyan yerdə, evi yığışdıran yerdə, yemək bişirən yerdə belə paylaşımlar edərək səhifəmdə yəni heç bir başlıq adı alt etmədən sadəcə təmizlik, yemək, gəzinti yuxarıda görərsiniz. Ev vloqları, adımı, soyadımı da qeyd etmişəm. Yox, burada adımı qeyd etmişəm. TikTokda qeyd etmişəm. Qarışdırdım və baxın 600 yaxın takipçi sistemində əsasən az taxtıram ki, insanların daha çox maraq dairəsinə cəlb etsin. Daha sonra isə bu Özbəkistan səhifəmdir. Bunu irəlilədirəm. Bunu inkişaf edirəm ona yanaşı olaraq da. Burada isə adımı, soyadımı qeyd etmişəm. Çünki əsasən bunu sırf reklam tipli deyil də, yəni vlog tipli deyil də, sırf insanlara bu işin tanıtımı tipli ayırdığım üçün ona görə səhifədə yeni takipçilər yığıram və sırf Özbəkistan'da baxın, hətta mən sizə buradan baxın, keşf edim.
Ancaq bunlar Özbəkistan səhifələridir. Çünki artıq heç bir Azərbaycanlı və ya da ki, Türk, nə bilim, heç bir Özbək, heç digər millətlərin heç kəslə kontakt yaratmadığım üçün sadəcə Özbəkistandan gəlirsə takiblər olsun, onlarla artıq əlaqə yaratmış oluruq və istədiyimiz nəticəni daha gözəl şəkildə əldə edirik. Bilirsiniz ki, Özbəkistan da artıq açıldı və onun üzərindən gözəl şəkildə də istədiyimiz nəticələri əldə edə bilərik. Amma yetər ki, həqiqətən düzgün şəkildə zaman ayıraq. İstənilən bir iş, istənilən bir zaman, hər bir şeyin sonunda dayanan bir şey var ki, zəhmət, əziyyət. Nə qədər zəhmət çəkərsə, nə qədər əziyyət çəkərsə, bir o qədər də istədiyimiz nəticəni daha gözəl şəkildə əldə edərik və bunlar üçün də əslində bizim saatlarımızı ayırmağımıza ehtiyac yoxdur. Amma saatlarımızı düzgün şəkildə bölüb onu ayırmağımız bizim üçün çox önəmlidir. İşimizi düzgün şəkildə, planlı şəkildə qurarıqsa, istədiyimiz nəticəni də bir o qədər daha gözəl şəkildə əldə etmiş olaraq və biz buna yanaşı olaraq da təkcə Lalafoda deyil, Topazda da elan yerləşdirə bilirik. İstəsəz Topaz videosu mən sizə yükləyərəm orada. Daha doğrusu təlimdən sonra ataram qruplar vasitəsilə baxarsınız geniş şəkildə. Ondan sonra Google vasitəsilə elanlar yerləşdirə bilirik. Yəni və bir də burada qaldım, otaqda qaldım. Onu birazdan gətirərəm. Belə kartışkalar. Səs məndə getdi, hər kəsə getdi səs. Xeyr, gəlir Çınar xanım. Belə kartışkalar çıxartmışam. Orada adımı, soyadımı, xanımlara maraqlı iş təklifi yazmışam. Yəni sizin əgər internetiniz və evdə internet və telefonunuz varsa, siz də rahat bir şəkildə pul qazana bilərsiniz. Mən sizə kömək edə bilərəm, amma sumanı 400-500 qoymamışam. 200-dən yuxarı. Çünki bilirik ki, hal-hazırda günümüzdə bir çox xanımlar 400-500 deyəndə ondan məqsədləri, hədəfləri ancaq olur ki, bir ayın içində gəlsinlər, o pulu qazansınlar və evdən də çıxmasınlar. Polis evə də uşağa da vaxtlarsa bütün günü bir dənə qeydiyyatdan keçsinlər, məhsul alsınlar, işte 400-500 qazansınlar. Çox yanlış anlayırlar təəssüf ki. Amma onun üzərindən ən çox mən xanımlara 200-dən yuxarı başlayaraq yazmışam. Hətta deyərəm 100-dən yuxarı yaza bilərsiniz. Çünki evdar bir xanım üçün 50 manat belə böyük bir puldur. Məhsul alıb pulsuz götürmək belə böyük bir puldur. Ona görə düşünməyin ki, azalacaq, xeyr, əksinə. Və onları qapıların, bloklarda qapılara qoyuram. Get gələcəm, yaxşı qızım. Get gələcəm. Get gələcəm. Heç nə. Qapını bağla gələm. Qapını bağla get. Üzürlüsən. Siz blokların ağzına belə qoyub, onu rahat bir şəkildə tanıtımını edə bilərsiniz. Nömrənizdəki, mən səsən iş nömrəsi ayırmışam. Rahat bir şəkildə siz də bir də iş nömrəsi götürüb, həm nömrəniz spam olmasın, həm də buna yanaşı olaraq da xanımlarla əlaqə saxlamaq üçün belə rahatlıqla hər tərəfə paylaşa bilərsiniz. Belə, əsasən işləmə metodlarım budur. Facebook üzərindən də işləyirəm. Facebookda əsasən Instagramla Facebooku bağlamışam. Bir-birinə nə paylaşım edirəmsə, avtomatik olaraq orada paylaşdığı üçün oradan da eyni formatda xanımlar soruşurlar ki, siz necə edirsiniz? Məsələn, bu məhsulun keyfiyyəti barədə, düzdür, Facebook platforması digər platformalara nisbətən daha çox belə biraz qəlizdir. Oradan dəvət gətirmək mi deyim, oradan komanda qurmaq mı deyim, biraz daha çox çətindir və yaxud da ki, məhsul satışını təmin etmək həqiqətən də biraz çox çətindir. Amma biz əgər istəyəriksə, Instagram çox rahat əlverişlidir və buna yanaşı olaraq da TikTok çox əlverişlidir. İstədiyimiz nəticəni də daha gözəl şəkildə əldə etmiş olaraq həm bayaq qeyd etdiyim kimi övladlarınızın qayğısına qalarsınız, həm də eyni zamanda rahat bir şəkildə işinizi təmin etmiş olarsınız. Hər bir iş bizim əziyyətimizdən, zəhmətimizdən ortalığa gəlir, çıxır istədiyimiz nəticəni əldə etmək üçün. Ən əsası isə sadəcə bayaq qeyd etmək yadımdan çıxdı. Biz WhatsApp üzərindən qruplar vasitəsilə linklər yaradaraq da öz işimizi davam etdiririk. Hansı ki, linkləri paylaşımını bir çox uzun müddətdə artıq dayandırmışdıq. Amma indi baxıram ki, onu daha çox yeniləməliyəm. Çünki kontaktımız dəyişəndən sonra linkləri tez-tez qoymaq bizim uğurumuza gətirib çıxardır. Müəyyən müddət hər bir platforma bizim müəyyən müddət uğur aparır. Həmin platforma eləmə. Olmaz. Burada bizi görürlər. Görürlər. Və biz istədiyimiz nəticəni əldə etmək istəyiriksə, mütləq hər bir yolla həmin proqramları düzgün şəkildə qurub, 10-15 dəqiqə bir platformada, 10-15 dəqiqə bir platformada ayıraraq zamanımızı hər bir yerə ayırmalıyıq ki, istədiyimiz nəticəni daha gözəl şəkildə əldə edək, istədiyimiz cür inkişaf edək. Necə ki, səhər duruq yuxudan sadəcə bir dənə yemək bişirməklə dayanmırıq. Yəni, bilirik ki, bir dənə yemək bişirmək bizim bütün günlük işimiz deyil. Yemək bişiririk, yerimizi yığırıq, evi təmizləyirik, nə bilim, qablar çıxır, qabları yuyuruq. Yəni, bunlar hər biri bizə baxdığı kimi eyni formatda bu iş də bizə baxır. Sadəcə düzənli şəkildə vaxtımızı, zamanımızı ayırırıqsa, istədiyimiz nəticəni daha gözəl şəkildə əldə etmiş olarıq. Belə, məndən bu qədər. İstəyirsinizsə, xanımlar, gəlin açın səslərinizi, kimlərin nə sualı varsa, kimlərin nə maraqlısı sosial şəbəkə üzərindən, onun üzərindən danışaq.
Liderim, təşəkkür edirəm ilk öncə belə bir təlim keçdiyinizə görə. Həqiqətən çox anlamlı oldu bizim üçün, çox. Liderim, sizə sorğum sadəcə bu olacaq ki, Instagramda daha çox baxış üçün hansı hashtaglərdən istifadə edə bilərik? Əsasən daha çox baxış üçün sizin paylaşdığınız video nəyə aidsə, onu ən çox qeyd eləməlisiniz. Bilirsiniz ki, artıq Instagramdır, TikTokdur, bunlarda hashtaglər əvvəl məsələn sınırsız sayda qoyulur, amma indi hal-hazırda 5 dənədən artıq qoya bilirik heç birini və 5 dənəni də düzgün şəkildə seçmemiz önəmlidir. Mən əsasən belə edirəm. Hansı video qoyuramsa, məsələn, tutaq ki, yeməkdir. Həmin yeməyə aid videonu 3 dənə hashtag ona aid edirəm. Qalan hashtagləri isə Instagram Reels olan, Instagram kod belə, Instagram mod belə, yəni hər dəfəsində dəyişirəm. İkisinin Instagramda trend olaraq, yəni Instagram trend olaraq qarşılarına çıxacaqları böyük bir səhifələri etiketləyirəm. Qalan 3 dənəsi həmin yeməyə aid edirəm ki, insanlar üçün, xanımlar üçün maraqlı olsun. Və da təmizlik isə xanımlar təmizlik isə belə bir şey, təmizlik sevən xanımlar belə şeylərdə qeyd edirəm ki, qızlar baxanda rahat bir şəkildə qarşılarına çıxmış olsun. Təşəkkür edirəm. Verin, buyurun. Amma Instagramdır, TikTokdur, bütün sosiallar, həqiqətən hər biri bir dənə ən çox sevdiyi bir şey var, davam et. Əgər davam eti qoruyaraqsa, bezmədən, usanmadan, bitmədən, tükənmədən, ay bir nəfərdir, 2 nəfərdir, 3 nəfərdir demədən, davam etimizi qoruyaraqsa, çox gözəl şəkildə əldə etdiyimiz nəticələr həqiqətən də bir məna olaraq göz qamaşdırar. Sadəcə bunun üçün davamlı disiplin olmalı ki, istədiyimiz nəticəni daha gözəl şəkildə əldə edək. Eyni zamanda sadəcə sosiallar deyildi, elə bildiyimiz WhatsApp. WhatsApp da çox gözəl şəkildə gündəlik olaraq paylaşımlarımızı davam etməliyik. WhatsAppda bəzən düşünürük ki, biz sadəcə kontakt yaradırıq, insanlarla danışırıq, amma sosiallarımızı düz məhsullar töküşdürmək deyil də, gündə 3-4 məhsulu paylaşımı, amma fərqli saatlarda edib, sadəcə onları səsləndirmənə, yəni şəkil olaraq deyil də, videonun səsləndirmənə paylaşaraqsa, aralarına da gündəlik həyat tərzimizdən mi deyim, nəsə maraqlı bir videolar mı deyim, onlara qoşarıqsa, onda WhatsApp statusumuz belə baxışı yüksək olar və WhatsApp üzərindən belə çox gözəl satışlarımız da olar. Eyni zamanda məhsul təqdimatınızda mən düşünürəm ki, ən gözəl komandalar elə satış üzərindən sonra keçən biznesə keçən xanımlar üzərindən olur. Çünki əgər bir xanım satışı etməyi bacarırsa, onun üzərindən biznes qurmağı çox rahat bir şəkildə bacarmış olur. Ona görə əslində biz bir məhsul satarkən düşünməməliyik ki, biz burada satıcı və yaxud da ki, başqa bir şey. Baxın, mən bu biznes üzərindən də qazanc götürürəm, satış üzərindən də qazanc götürürəm. Amma bu necə edirik? Biz bir insan, məsələn, bir məhsul istəyir, bizim məhsullarımızı da gəlib tanımır. Sadəcə biri, məsələn, görüb kimdəsə bəyənib, çox sevib. Sadəcə birini əldə etmək üçün əlavə kargo pulu ödəmək istəmir. Və yaxud da ki, nə bilim, bir dənə məhsulla vurmaq istəmir. Deyir ki, sən gətir. Biz ondan çəkinməməliyik, biz ona nədə məcbur etməməliyik ki, incə zəhmət olmasa sakit olaq. Sən gedə tan yanına gəlin. Və biz həmin xanımı məcbur etmədən onun istədiyi sifayişi qəbul etməliyik, ona təqdim etməliyik. Çünki onsuz da həmin insan özü istifadə edəndən sonra baxacaq statusumuza ikincisini istəyəcək, üçüncüsünü. Və artıq bax, üçüncüdə, birincidən sonra yox. Üçüncüdə biz artıq onu təklif edirik ki, gəlginən qeydiyyatdan keçkinə üzərində hədiyyələr də götürgünən. Və mən TikTokda bilirsiniz nə edirəm? Canlı yayında deyirəm ki, TikTokdan gələnlərə demirəm ki, siz bunlara 35% indirimləməsi, yəni vermək məcburiyyətində verirəm, yox, bu cür nə yox. Onlara sadəcə qeyd elədiyim bu olur. Sadəcə TikTokdan, sadəcə bu canlı yayımdan gələnlərə, yəni xüsusi olaraq bunlara, ona görə mütləq onu qeyd edirəm, çünki o qızlar üçün daha maraqlı olsun və nömrəmi də orada qeyd edirəm ki, baxın, sadəcə buradan gəldim, yazın, mən sizə endirimli şəkildə məhsulları verəcəm, 30-35%. Əgər siz qeydiyyatdan keçmək istəməsəniz belə məhsulları sadəcə buradan gəldiyiniz üçün müəyyən 8 mart özəl bu qiymətə verirəm. Amma 8 martdan sonra bu qiymət olmayacaq. Yəni insanlarda biraz maraq oyatmaq üçün fərqli yöntemlərdən istifadə edə bilərsiniz. Və yaxud da ki, buna yanaşı buradan gəlib də mənə qeydiyyat olub çalışmaq istəyən xanımlara mənə özəl, sadəcə mənim komandam özəl pulsuz çatdırılmasını təmin edəcəm. Siz pulsuz şəkildə məhsullara çatdırılmasını götürəcəksiniz, istədiyiniz nəticəni daha. Yəni insanlara daha çox, ən çox birinci bizi tanımayan insanlar, bizə güvənməyən insanlar, yəni biz onlara ilk baxışdan güvən vermək məcburiyyətində deyilik və verə də bilmərik. Ona görə biz onları daha çox neynəsə belə cəlb etməliyik, onlara daha xoş gəlməliyik və insanlar da hər zaman nə axtarır? Kampaniya, aksiya, hədiyyə, nə promoksiya. Bunlar insanların içi biz daxil, hər kəs belə şeylərə marağında olur. Ona görə də rahat bir şəkildə, əgər komandanızı sürətli şəkildə inkişaf etdirmək istəyirsinizsə, əsasən belə bir deyim var ki, birinci biznes üçün çalış ki, biznesi sonra sənin üçün çalışa bilsin. Yəni biz əslində birinci biznes üçün müəyyən qədər kiçik-kiçik
çox böyük ehtiyac yoxdur. Kiçik yatırımlarımızı edərək çox gözəl şəkildə uğurlarımızı gətirib çıxarmış oluruq. Və bu da eyni formatda həmin TikTok səhifəsindən istir gələn takiblər sizi səhifənizi böyüdəcək, sərsi gözəl oradan pul qazanmağa gətirib çıxardacaq. İstərsə də siz oradan komandanızı irəlilədə bilərsiniz. Eyni zamanda da ki, satışınızı yüksəldə bilərsiniz və istədiyiniz nəticəni daha rahat şəkildə əldə etmiş olarsınız. Belə liderim. Əlavəniz var ki, mənim liderim. Yox, təşəkkür edirəm liderim. Buyurun liderim. Liderim. Sonra deyərəm sənə. Liderim də liderim, çıxılı liderime bax maşallah işimizin özelliği, gözəlliyi də bundan ibarətdir ki, evimizdə uşağımızla məşğul olaraq bu imkanlara sahib oluruq. Çox gözəl nüanslara toxundunuz. Təşəkkür edirəm liderim. Amma sayımız çox azdır, xanımlar, sayımızı biraz çoxaltmaq lazımdır. Çalışın maksimum dərəcədə hər kəsə çatın, yetin və YouTube-a yüklənən kanalda da hər kəsin dinləməsini təmin edin. Çünki hər təlimdən özünüz üçün bir şeylərinizi götürüb, hansı ki, yeni gələnləriniz burada bir metodlar axtararaq, bu metodlardan istifadə edərək mütləq və mütləq nəticələrini də alacaqlarını, belə deyək də, prosesini yaşamış görmüşük. Ona görə maksimum dərəcədə çalışın bu təlimləri insanlara, xanımlara çatdırmağı təmin edin. Təşəkkür edirəm, ağzınıza, əməyinizə sağlıq. Gələn cəlləşmələrdə, gələn təlimdə görüşmək ümidilə çıxılın da yanaqlarından öp, liderimin, çıxılı liderimin. Mənim də bir əlavəm var. Deməli, liderim, ilk öncə təşəkkür edirəm təlim üçün, faydalı olduğunuz üçün və bir cümlə işlətdiniz ki, yəni elanı qoyduq və yaxud da Instagramımızda status story-ni aktiv etdik. Bununla bizim işimiz bitmir. Necə ki, ev işlərində səhər ayıldıq, yerimizi yığırıq, digər iş gəlir. Həqiqətən də, yəni gün ərzində biz hərəkətdə oluruq. Çünki təmiz qalması üçün uşaq da batırır və dağıdır hər yanı və yaxud da, nə bilim, qonaq gəlir. Yəni bitmir. Təbii ki, istirahətimiz də öz yerində olur. Eləcə də bizim işimizdə, yəni biz tək elə elanı qoyduq, başqasını etdiyim işimi gördüm də bitdi artıq deyil də. Gün ərzində zaman-zaman biz işimizlə məşğul olmalıyıq ki, daha gözəl şəkildə həm işimizin peşəkarı olaq artıq, həm də işimiz adım-adım önə doğru getsin. Təşəkkür edirəm, var olasınız, gecəniz xeyrə qalsın. Liderim, gecəniz xeyrə, təşəkkür edirəm dinlədiyiniz üçün. Ümid edirəm bütün xanımlar komandalarına geniş şəkildə məlumat verər. Bundan sonra təlimlərimizin sayı daha çox artmış olar. Hansı ki, təlimlər həqiqətən də bir məna olaraq bizim inkişafımızdır və təlimlər sayəsində biz bilmədiklərimizi öyrənə bilərik. Ola bilər, bəlkə də bilirik. Çinar xanım bir söz çox xoşuma gəlir. İnsan övladı unutqandır, unuduruq bir çox şeyi. Amma hər dəfə təlimlər sayəsində mi deyim, qruplar sayəsində mi deyim, bunları yeniləyərək, yaddaşımızı gücləndirik və bunun üzərindən uğurlarımızı, nəticələrimizi daha sürətli şəkildə əldə etmiş oluruq. Belə, sağ olun, gecəniz xeyrə.